Bir hədis də qeyd edeyim təbərrük üçün. Əl-Kafi kitabında cild 3 səhifə 268 Darul Kutub-ül İslamiyyə tərəfindən çap olunan nüsxə. Bir hədis buyurulur İmam Baqirdən aleyhisselam, buyurur ki, hədisin ortasında belə bir cümlə keçir. İnnə əvvələ mə yuhasabu bihil abdu as-salatu. Deyir ki, həqiqətən də bəndədən soruşulacaq, hesab kitab ediləcək ilk şey nədir? Əs-salatu, namazdır. Fə in qubilət, qubilə mə sivaha. Əgər qəbul edilsə namaz, digər əməllər, ondan başqa əməllər də qəbul edilər. Tutduğun oruc da qəbul edilər. Hədisin davamı var. Başqa hədisdə hətta buyurulur ki, fə in qubilət, qubilə mə sivaha və in ruddət, ruddə mə sivaha. Əgər qəbul edilsə namaz, ondan başqa digər əməllər də qəbul edilər. Əgər qəbul edilməsə, rədd edilsə, ondan başqa əməllər də rədd edilər. Və digər hədislər, ayələr də oxuya bilərdik. Namaz dinin sütunudur və s. ayələr var, hədislər var ki, namazın fəzilətini bəyan eləyir. Odur ki, doğrudan da heyifdir. Yəni, insan oruç tutur, Allahın bir əmrinə qulaq asır, amma digər əmrinə hansı ki, ondan da üstündür. Çünki biz Firuyuddinə baxanda görürük ki, namaz gəlir, sonra oruc gəlir. Orucdan daha üstün əməl namazdır. Sən özün bir özvü Allahın yerinə qoy, sənin daha mühüm bir işvi övladın tərk edib ondan əhəmiyyəti aşağı olan bir iş görür.